Bugün 9 noyabr atamın ad günü idi. Ona görə istədim bu gündən sizinlə bir vlog bölüşüm. Əvvəlcə süfrəni hazırlamaqla başlayıram. Qabları, stəkanları yerləşdirirəm. Daha sonra mətbəxə keçirəm. Mətbəxdə anamla atam salat hazırlayırlar və mən o salatları qablara yığıram. İsə aparıb süfrəyə yerləşdirirəm həmin salatları. Burada göstərdiyim salat çox dadlı bir salatdır. Anamdan bunun tarifini öyrənib sizə bunun haqqında bir video çəkəcəm. Burada atam turşuları kəsir, yerləşdirir, deyir qoyduğun turşuna geçək. Sonra mamam deyir ki, mənim də börəklərimi çək. Burada börəkləri çəkirəm, biraz özümü çəkirəm. Sonra isə burada kebabları göstərirəm sizə. Sonra yeməklərdən davam edirik. Mən börəkləri qablara yerləşdirirəm və süfrəyə aparıram. Sizə burada ləvəngini göstərirəm. Sokları götürürəm, aparıram süfrəyə. Mama burada ləvəngini düzəldir. Səliqəli. Burada artıq süfrəni göstərirəm sizə. Aşla qara hazırdır. Mama onu pükür, dədə-baba üsulu və təzə tortlar gəlir bizə. Qonaqlar gəlir artıq. Hər iki qonaq da tort gətirib bizə, bəli, 3 dənə tortumuz olur. Sonra burada qapını çıxartmışıq, çünki keçmək olmurdu qapıdan. Düyü və qaranı da mama qablara çəkir. Yeyib qutarandan sonra süfrəni yığışdırmağa başlayırıq. Qardaşım samovar çayı dəmləyir. Burada da əsgər bir moğlu görüntülü yığır bizi və tort yeyirik. Bu qədər. Sağ olun.